Hello, guys. Welcome to our chapter 2 of the Sherlock Holmes and Dixon story. Enjoy. Chapter 2 Dr. Huxtable's story. Chapter 2 Dr. Huxtable'ın hikayesi. My school, the Priory School near Mackleton, is the best school for young boys in England, began Dr. Huxtable. Mənim məktəbim Mackleton yaxınlığındakı Priory məktəbi İngiltərədə gənc oğlanlar üçün ən yaxşı məktəbdir, deyə Dr. Huxtable başladı. We have the sons of Lord Soames, Lord Lever, and of many other important people. Bizdə Lord Soames'ın, Lord Lever və bir çox digər nüfuzlu insanların oğulları oxuyur. 3 weeks ago, Mr. James Wilder, the Duke of Holderness's secretary, came to see me. 3 həftə əvvəl Holderness hersoqunun katibi cənab James Wilder mənimlə görüşə gəldi. The Duke, he said, wanted to send his son, the 10-year-old Lord Salter, to my school. Deməli, dedi ki, Hersoq 10 yaşlı oğlu Lord Salter'ı mənim məktəbimə göndərmək istəyir. On the 1st of May, young Lord Salter arrived. Mayın 1-i gənc Lord Salter gəldi, yəni həmin məktəbə. He was a nice boy, and he soon began to like school life and to make friends. O yaxşı oğlan idi və tezliklə məktəb həyatını sevməyə və dostlar qazanmağa başladı. His life at home, you see, was not very happy. We all know about the Duke and his wife. Bilirsiniz də, onun evdəki həyatı o qədər də xoşbəxt deyildi. Hersoq və onun həyat yoldaşı haqqında hamımız bilirik. The Duchess, of course, now lives in the south of France. Hersoginya, əlbəttə ki, indi Fransanın cənubunda yaşayır. She left the Duke about 3 months ago, I think. Mən düşünürəm ki, təxminən o hersoqu 3 ay əvvəl tərk edib. But the boy loved his mother and was very unhappy when she left. Amma oğlan anasını sevirdi və o tərk edəndə çox kədərlənmişdi. Because of this, the Duke sent him to my school. Buna görə də hersoq onu mənim məktəbimə göndərdi. After 2 weeks with us, he was much happier. Və bizimlə 2 həftə keçdikdən sonra o xeyli xoşbəxt oldu. Then, on the night of 13th of May, he disappeared. Sonra o, mayın 13-ü gecə yoxa çıxdı. The way to his bedroom is through another larger room. Onun yataq otağına gedən yol başqa daha böyük otaqdan keçir. 2 older boys sleep there. Orada 2 böyük oğlan yatır. One of them never sleeps very well and he heard and saw nothing that night. Onlardan biri heç vaxt yaxşı yatmır, amma o gecə heç nə eşitməyib, nə də görməyib. So young Arthur didn't go out through that room. Beləliklə, balaca Arthur o otaqdan çıxmayıb. His window was open and there is ivy all up the wall of the house. Onun pəncərəsi açıq idi və onun divarı boyunca sarmaşıq bitmişdi. It's easy to get out of the window and down the ivy to the ground. Pəncərədən çıxıb sarmaşıqla aşağı enmək çox asandır. So we think that he went out that way. Beləliklə biz düşünürük ki, o bu yolla çıxıb. He was in his usual school things, we think. A short black coat and dark blue trousers.
Bizcə o adi məktəb paltarında idi. Qısa, qara pencək və tünd mavi şalvar var idi üzərində. We looked all through his room very carefully, but we found nothing strange, nothing unusual. Biz onun otağını çox diqqətlə axtardıq, amma heç bir qəribə, qeyri-adi bir şey tapmadıq. When I learned the news at 7 o'clock on Tuesday morning, I called everybody into the big schoolroom. Çərşənbə axşamı səhər saat 7-də bu xəbəri öyrənəndə hamını böyük sinif otağına topladım. Then we learned more bad news. Heidegger, the German teacher, was missing too. Sonra daha pis xəbər eşitdik. Alman dili müəllimi Heidegger də yox idi. His room is not far from Arthur's room. Onun otağı Arthur'un otağından uzaq deyil. Heidegger went down the ivy. We know this because we found his footprints on the ground under the window. Heidegger'in sarmaşlıqla aşağı düşdüyünü bilirik. Çünki pəncərənin altında torpaqda onun ayaq izlərini tapdıq. We know too that he was only in his coat, trousers and shoes because we found his shirt and his socks on the floor of his room. Həmçinin bilirik ki, o yalnız pencək, şalvar və ayaqqabı ilə çıxıb. Çünki köynəyi və corabları otağında qalmışdı. And he took his bicycle with him. Və o öz velosipedini də özündən aparıb. Heidegger came to the school a year ago. Heidegger bir il əvvəl məktəbə gəlmişdi. He's a good teacher. And the boys don't like him because he isn't very friendly. O yaxşı müəllimdir, amma uşaqlar onu çox da sevmirlər. Çünki o qədər də mehriban deyil. So, Mr. Holmes, we have two missing people. It's now Thursday and there is still no news of them. Beləliklə, cənab Sherlock Holmes, bizdə 2 itkin şəxs var. İndi cümə axşamıdır və hələ də onlardan heç bir xəbər yoxdur. Holmes took out a little notebook and began to write things down. Holmes kiçik dəftərini çıxartdı və qeydlər etməyə başladı. The boy didn't go home, of course, he said. Uşaq əlbəttə ki, evə getməyib, o dedi. No, we asked at Holderness Hall at once, said Dr. Huxtable. Xeyr, biz dərhal Holderness malikanəsinə xəbər göndərdik, dedi Dr. Huxtable. The Duke is very afraid for his son, and I'm the unhappiest man in England. Hersoq oğluna görə çox narahatdır və mən İngiltərədə ən bədbəxt adamam. Mr. Holmes, you are a famous detective. Please, help me. Cənab Holmes, siz məşhur detektivsiniz. Xahiş edirəm, mənə kömək edin. You make things very difficult for me, Holmes said. Siz işləri mənim üçün çox çətinləşdirirsiniz, dedi Holmes. How can I find marks in the ivy or on the ground after 3 days? Mən 3 gün sonra sarmaşıqda və ya torpaqda izləri necə tapa bilərəm? Why didn't you come to me at once? Nəyə görə mənə dərhal gəlmədiniz? Yəni dərhal müraciət etmədiniz? Because of the Duke, said Huxtable. Dr. Huxtable. Hersoqa görə, Dr. Huxtable dedi. He doesn't like people talking about his unhappy family life. O ailə həyatındakı, yəni xoşbəxt olmayan ailə məsələlərinin müzakirə edilməsini istəmir. Və yaxud da ki, söhbət eləmək istəmir bu barədə. And what are the police doing? Bəs polis nə edir? Well, they heard about a boy and a young man at the station early on Tuesday. Onlar deməli, onlar çərşənbə axşamı səhər tezdən stansiyada bir oğlan və bir gənc haqqında xəbər almışdılar. They looked for them and last night they found them in Liverpool. But it was a man and his son going to visit a friend. Onlar axtardılar və dünən gecə Liverpoolda tapdılar. Amma məlum oldu ki, bu dostunu ziyarətə gedən bir ata və oğlu imiş. We lost 3 days because of that. Biz
Buna görə 3 günümüzü itirdik. And last night I couldn't sleep, so I took the first train down to London this morning. Və dünən gecə yata bilmədim. Ona görə də bu səhər ilk qatarla Londona gəldim. Well, Dr. Hastable, some more questions, said Holmes. Did the boy take German lessons? Yaxşı, Dr. Huxtable, bir neçə sual daha verim, dedi Holmes. Uşaq alman dili dərsi alırdı? No. So he didn't know the German teacher well then. Deməli, o alman müəllimini yaxşı tanımırdı. He probably never spoke to him, said Dr. Huxtable. O ola bilsin ki, heç onunla heç danışmayıb. Heç vaxt danışmayıb. Huxtable, Dr. Huxtable dedi. Said Holmes. Does the boy have a bicycle? Holmes dedi. Oğlanın velosipedi var. No. Was any other bicycle missing? Başqa bir velosiped yoxa çıxıb heç? Hər hansı bir başqa velosiped yoxa çıxıb? No. Yox. So, did the German teacher ride away on his bicycle in the night with the boy on his back? Belə, Alman dili müəllimi gecə velosipedlə gedib, ya da gedib uşağı da arxasından mindirib aparıb? I don't think so, belə düşünmürəm. But what happened to the bicycle? Amma velosipedə nə baş verib? Nə olub? Yəni, velosipedin axırı nə yerdədir? Now, what about visitors? Və ziyarətçilər? Did the boy have any visitors the day before? Bir gün əvvəl oğlanın heç qonağı olmuşdu, ziyarətçisi olmuşdu. No, xeyr. Did he get any letters? O hər hansı bir məktub alıb? Yes, one letter from his father. Hə, bir məktub anasından. Do you open the boy's letters? Dr. Huxtable. Cənab, həkim doktor, yəni Dr. Huxtable. Oğlanın məktublarını açırsınız? No, xeyr. Then how do you know that the letter was from the father? Onda nə bilirsiniz ki, o onun atasındandır? I know the Duke's handwriting. Mən Herzogun əl yazısını tanıyıram. And he says that he wrote a letter to his son. Və o deyir ki, oğluna məktub yazıb. Did the boy get any letter from France? Oğlan Fransadan heç məktub alıb? No, I never say any. So any. Yox, heç birini görməmişəm, heç vaxt görməmişəm. Do you understand me? Dr. Huxtable, Holmes said. Məni başa düşürsünüz, Dr. Huxtable, Holmes dedi. Did someone take the boy away or did he go freely? Because he had a letter from France perhaps. Kimsə oğlanı götürüb, qaçırıb yəni, yoxsa oğlan özü mü gedib? Çünki ola bilsin ki, Fransdan məktubları olub, məktubu gəlib. I don't know, said Dr. Huxtable. Mən bilmirəm, Dr. Huxtable dedi. He only had letters from his father, I think. Düşünürəm ki, sadəcə ona atasından məktublar gəlib. Were father and son very friendly. Ata və oğul çox mehriban idilər. The Duke is not a very friendly man. Herzog çox da mehriban insan deyil, cənab Holmes. He is not a bad father, but he is a government minister and he has a lot of things to do. O pis ata deyil, amma o hökumət naziridir və onun çoxlu işləri olur. So the boy felt more friendly to his mother. Onda oğlan anasına daha mehriban idi. Yes, did he say that? Hə, bu onu deyib? No, xeyr. Did the Duke tell you then? Onda Herzog özü deyib. Yəni onda Herzog deyib. No, oh no, the Duke never talks about things like that. Herzog heç vaxt bu şeylər haqqında danışmır. So how do you know? Onda sən nə bilirsən? Mr. James Wilder, the Duke's secretary, told me. James Wilder, Herzogun katibi mənə deyib. I see, said Holmes. Ha, anladım. Holmes dedi. That last letter of Duke's, where is it now? Herzogun axırıncı məktubu. Hardadır o? The boy took it with him. Oğlan onu özünlə aparıb.
Dr. Huxtable said. Cənab Dr. Huxtable said dedi. It's not in his room. Bu onun otağında deyil. Mr. Holmes, our train leaves in half an hour. Cənab Holmes, bizim qatarımız yarım saata tərpənir. Yarım saata çıxır. Right, said Holmes. Holmes dedi. He looked at me. Watson, let's get ready and go off to the north with Dr. Huxtable. Watson, gəl hazırlaşaq və Dr. Huxtable-la gəl şimala gedək. Perhaps we can find some answers to this mystery. Ola bilsin ki, biz bu sirrin bəzi cavablarını tapa bilərik. Okay, everyone, see you in the chapter 3. Thank you very much for listening so far. Bye bye.